Ərazilərimizi azad etdikdən dərhal sonra geniş miqyaslı bərpa və yenidən qurma proqramına başladıq. Bugün artıq Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarına artıq vəsait ayrılıb. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır. Bəli, 17 milyard dollara yaxın investisiya dövlətin siyasi iradəsinin və iqtisadi imkanlarının göstəricisidir. Bu həcmdə investisiya regionun bərpası ilə yanaşı gələcəkdə özünü təmin edən iqtisadi məkana çevrilməsinə də şərait yaradacaq. Bu maliyyə hesabına tikilən su anbarları, elektrik stansiyaları, hava limanları, tunellər və körpülər yalnız cari ehtiyacları ödəmir. Gələcəkdə sənaye, kənd təsərrüfatı, logistika, turizm və beynəlxalq nəqliyyat imkanlarının inkişafına da xidmət edir. Yaxın tarixdə baş vermiş müharibələrə nəzər salsaq, adətən bir mənzərə ondan ibarətdir ki, müharibələrin viran qoyduğu, dağıtdığı regionlar, ölkələr 10 illiklər ərzində özlərinə gələ bilmirlər. Bərpa quruculuq işləri 10 illiklər çəkir. Vətəndaşlarımızın tez bir zamanda belə sürətlə torpaqlarımıza geri dönüşü bir daha onu göstərir ki, Azərbaycan dövləti vətəndaşlarımızın ləyaqətli şəkildə geri dönməsi üçün əlindən gələni eləyir. Həyata keçirilən mega layihələr 30 ildən artıq müddətdə yurtlarından ayrı düşən insanların evlərinə qaytarılmasına hədəflənib. Artıq 90 min nəfərin doğma torpaqlarında yaşaması böyük qayıdış proqramının praktik nəticəsinin göstəricisidir. Post-münaqişə dövründə Azərbaycanın bərpa quruculuq modeli beynəlxalq auditoriyada da müsbət qarşılanır. Bu siyasət iki mühüm səbəbdən təqdirə layiqdir. Birincisi, bütün bunlar Azərbaycan və Ermənistan arasında, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunda sülhün təmin olunmasına xidmət edir. İkincisi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iqtisadi layihələr, istər müxtəlif nəqliyyat marşrutlarının inkişafı, istərsə də digər infrastruktur obyektlərinin daha keyfiyyətli şəkildə qurulması ilə bağlı layihələr şübhəsiz ki, Cənubi Qafqazın bütün ölkələri üçün faydalıdır. Bu kadar kısa bir sürede bu kadar önemli ve kıymetli yatırımların yapılması son derece modern teknolojilerle ve elbette ki kalıcı yerleşim alanlarının daha iyi koşullarda, daha iyi standartlarla yaşam haline getirilmesi için de çok kıymetli buluyorum. Bunların devamı elbette ki daha hızlı bir şekilde gelecektir. Ve tabii bu konseptle birlikte de hem Karabağ hem de Azerbaycan hem de Türk dünyası, Türkistan coğrafyası içinde eşi benzeri görülmemiş çok olumlu, çok da ilerlemesi mümkün olabilecek bir yatırım alanı ve konsepti haline dönüştürebileceğini de gösteriyor diye düşünüyorum. Bir sözlə, Azərbaycanın hazırki mərhələdə əsas məqsədi işğaldan azad edilən ərazilərdə bərpa quruculuq işləri həyata keçirmək, əhalinin təhlükəsiz qayıdışını təmin etmək və bölgədə dayanıqlı inkişaf mühiti yaratmaqdır. Dövlətin bu kompleks strategiyası isə bölgənin hərtərəfli inkişafının əsas qarantıdır. Sabir Bilalov, Orxan Kazımov, Yalçın Tahiroğlu, Ruslan Həsənov, ASTV Xəbər.